İsmayıllı rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. Bölgə TV xəbəri verir ki, insident sentyabrın 28-i saat 23 radələrində Talastan kəndi ərazisində keçirilən toyda qeydə alınıb. Mərasim zamanı yaranan mübahisə dava ilə nəticələnib. Hadisə zamanı kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev bəy 2005-ci il təvəllüdlü Səyid İsayevi toy çadırından çölə çağırıb və aralarında mübahisə başlayıb. Nəticədə Elşən Babayev bəyi bıçaqlayıb. Daha sonra onun yaxınları müdaxilə edərkən Elşən Babayev daha 3 nəfərə 1976-cı il təvəllüdlü Rahil İsmailov, 2007-ci il təvəllüdlü Osman İsmailov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirilib. Təbbin məlumatına görə hadisə nəticəsində ümumilikdə 4 nəfər İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisi 1976-cı il təvəllüdlü Rahil İsmailov və 2008-ci il təvəllüdlü digər şəxsə qarın divarının açıq yarası və çoxsaylı kəsilmiş xəsarətlər diaqnozu qoyulub. Əməliyyat edilib və hazırda reanimasiya şöbəsində müalicələri davam etdirilir. 2005-ci il təvəllüdlü Səyid İsayev və 2007-ci il təvəllüdlü Osman İsmailovun vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar. Hadisəni törətməkdə şübhəli bilinən Elşən Babayev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rəna Rövşən qızı BTV.